Ayrılması layihəsi çərçivəsində İçəri şəhər ərazisində dönmə kamerasının inşa olunacağı barədə məlumat vermişdik. Artıq İçəri şəhər stansiyasında dönmə kamerasının inşasına start verdik. 2025-ci il yanvarın 30-da təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramı çərçivəsində Bakı metropolitenində mühüm infrastruktur layihələrindən birinin icrasına başlanılır. Bəs dönmə kamerası nə üçün lazımdır? Hazırda pik saatlarda həm yaşıl, həm də qırmızı xətt üzrə qatarlar 3 dəqiqə 30 saniyəlik intervalla hərəkətə başlayır və 28 may stansiyasında birləşərək Həzi Aslanov istiqamətində 1 dəqiqə 45 saniyəlik minimal intervalın formalaşmasını təmin edirlər. Lakin xətlərin ayrılmasından sonra bu mexanizm artıq işləməyəcək. Hər xətt müstəqil fəaliyyət göstərəcək və bu zaman mövcud 1 dəqiqə 45 saniyəlik intervalın saxlanılması texniki baxımdan mümkün olmayacaq. Bunun səbəbi xəttin son stansiyasındakı infrastruktur məhdudiyyətləridir. Hazırda bir qatar İçəri şəhər stansiyasına daxil olduqda, arxadan gələn qatar stansiyaya yaxınlaşa bilmir. Çünki ilk qatar stansiyanı tərk edib, bufer zonanı tam boşaltmadan növbəti qatarın hərəkətə başlaması mümkün deyil. Dönmə kamerasının tikilməsinin əsas məqsədi də məhz budur. Qatar stansiyaya daxil olub sərnişinləri düşürdükdən sonra tez bir şəkildə kamera daxilinə keçəcək. Geri dönüş trayektoriyasını tamamlayacaq və xəttə operativ şəkildə qayıdacaq. Bu həll sayəsində qatarlar artıq bir-birinə mane olmayacaq. Hərəkətin təşkili daha çevik qurulacaq və qırmızı xətt üzrə tələb olunan minimal intervalın stabil şəkildə təmin edilməsi mümkün olacaq. Bu həll həm metro şəbəkəsinin dayanıqlılığını artırır, həm də şəhər infrastrukturu baxımından ciddi üstünlüklər yaradır. Tikinti üçün nəzərdə tutulan ərazi hazırda avtomobil dayanacağı kimi fəaliyyət göstərir və piyadaların hərəkətini məhdudlaşdırır. Layihə tamamlandıqdan sonra üst səth tamamilə piyada zonası və yaşıllıq sahəsinə çevriləcək. Yerin altında 200-dən çox avtomobil tutumlu, çox mərtəbəli parking inşa olunacaq. Ən alt səviyyədə isə metropolitenin hərəkət və texniki ehtiyaclarına xidmət edən infrastruktur formalaşacaq. Yeni dönmə kamerası yalnız qatarların geri dönüşünü sürətləndirmir, həm də xəttin əməliyyat sabitliyini təmin edən əlavə imkanlar yaradır. Bu yeniliklərin ən vacibi ondan ibarətdir ki, kamera sayəsində xəttdə daim ehtiyat qatar saxlanıla biləcək. Bu isə iki kritik vəziyyətdə böyük üstünlük təmin edəcək. Birincisi, platformada sərnişin sıxlığı artdığı anda ehtiyat qatar dərhal xəttə buraxıla biləcək. Bu sərnişin axınının daha sürətli bölünməsinə və sıxlığın tez bir zamanda azalmasına imkan verəcək. İkincisi, əgər hər hansı qatarda nasazlıq yaranarsa, həmin qatar operativ şəkildə dövrədən çıxarılacaq. Onun əvəzinə dönmə kamerasında saxlanılan ehtiyat qatar dərhal xəttə qoşulacaq. Beləliklə, hərəkət dayanmayacaq və interval pozulmayacaq. Bu həll həm gündəlik, həm də kütləvi tədbirlər zamanı hərəkət axınını daha səmərəli tənzimləməyə imkan verəcək. Tikinti dövründə İçəri şəhər stansiyası bağlanmayacaq. Sərnişinlər əvvəlki qaydada stansiyadan istifadə edə biləcəklər. Layihə tamamlandıqdan sonra hərəkətin təşkili dəyişəcək. Bir platformada sərnişinlərin düşürülməsi, digər platformada sərnişinlərin mindirilməsi prinsipi tətbiq olunacaq. Bu, sərnişin axınını böləcək, təhlükəsizliyi və buraxıcılıq qabiliyyətini artıracaq. Xətlərin ayrılması layihəsi çərçivəsində yaşıl xətt üçün Dərnəgül elektrik deposunun inşası aparılır. 28 may ərazisində yeni tunellərin inşası üçün 2 ədəd şaxta və yanaşma tunelləri inşa edilir. Paralel olaraq, İçəri şəhərdə də dönmə kamerasının tikintisinə start verilir. Növbəti mərhələdə isə Nizami və Cəfər Cabbarlı stansiyaları arasında birləşdirici tunelin tikintisi nəzərdə tutulur. Unutmayın ki, görülən bütün işlər şəhərimizin rifahı, sizin rahatlığınız və mənzil başına vaxtında çatmanız üçündür. Növbəti stansiyada görüşərik.